Salam, axşamınız xeyir olsun dəyərli izləyicilər. Döşəməli aş bişirmişdim. Dedim bir aqibətinə siz də baxasınız. Yəni biraz havalar isti olduğundan qara qıraqda hazırlamadım. Belə dilinə döşədim. Ətləndir. Ona görə kişmişdəki rəngi biraz karıcınıvidir. Onsuz da dedim məclis üçündür, özümüz üçündür. Heç nə olmaz. Yəni belə bir dibində də qazmağı var. Qazmaqdan sonra bir partiya düyü biraz tökmüşəm. Ortasında da nətəri şapılıqda eləyirik. Ortasında da sonra qarasını, qaranın üzərindən də düyünün qalanını tökmüşəm. Arasında kişmişləmişəm. Dənələrini baxmaq istəyirdim. Deyənə nətəridir. Bax belə ona görə istədim onu sizə göstərəm. Bu düyünün adı Möhsündür. Bu düyü İrandan gətirmişdi mənim yoldaşım. Buradakı düyüləri çoxsu əvvəlki kimi çıxmır. Düyülərin bəzisi belə olur, bəzisi ya gec pişir, ya tez pişir. Amma bu düyü çox gözəl düyüdür. Bayram vaxtları alıb gətirmişdik. İndi də İran biraz qarışıqlıqdır. Allah hər kəsi qorusun. Dünyamızı, bizim millətimizi, Azərbaycan millətimizi hər yerdə, harda olur olsun, onu qorusun. Xətadan, baladan uzaq olaq. Hər kəsin evini, eşiyini Allah bol rüzü, bərəkət yetirsin. Hazırlayanlara da nuş olsun. Göz haqqınızı da halal eləyin. Kanala dəstək olanlara çox minnətdarlığımı bildirirəm. Allah əllərinizi var eləsin. Yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.